Herkese salam. Bugünkü dərs sahımda TQDK-nın 5-ci sinif ingilis dilindən English Everywhere A variantının test izahını verəcəm. Bildiyimiz kimi birinci hissə dinləmədir. Dinləmə hissələrini hər dəfə uşaqlara burada özüm işlədirəm. Amma yenidən təkrar və təkrar deyirəm. Dinləməni səhvsiz işləmək istəyiriksə, əvvəlcə oxuyub tərcümə edirik. Daha sonra isə dinləmə hissəsinə qulaq asırıq. Test 1-dən başlayırıq. İngilis dili necə bir dildir? A variantı lokal dil, B variantı qlobal dil, C variantı çətin dil, D variantında deyir xarici dil deyil, Y variantında deyir ki, İngilis dili bütün ölkələrdə birinci dildir, yəni ana dilidir. Uşaqlara lokal və qlobalın fərqini izah elədim. Burada bütün qruplara izah elədim. Lokal yəni yerli dil, qlobal isə yəni bütün dünyada tanınmış, bütün dünya üçün önəmli olan bir dil. Və dinləmədə özü başlayan kimi deyir ki, İngilis dili qlobal dildir. Cavab B variantı. İkinci testə baxıram. Bəzən mən evdə qalıram. A variantı ingilis filmlərə baxıram. 1, 2, ev tapşırıq edirəm. 3, kasetlərə qulaq asıram. Yəni ingilis dilində olan dinləmələrə qulaq asıram. 4-cü isə müxtəlif kitablar oxuyuram. Bunu təbii ki, dinləmənin içində nə deyirsə o cavabları düzgün seçirik. Çünki bunların hamısı ola bilər əgər dinləmə olmasaydı. Dinləmədə isə birinci və üçüncünü qeyd edir. Cavab olur 1-3-C variantı. Dördüncü testə baxıram. Üçüncü testə baxıram. Üçüncü testdə deyir ki, mətn nə haqqındadır? Cavab olur Y variantı. Yəni, çoxlu danışan insanların dilləri haqqında. Yəni, burada dillərdən, ingilis dilinin vacibliyindən, ingilis dilinin önəmindən danışır. Dördüncüyə baxıram. True və false. Doğru və yanlış olanları seçirik. 4-1. İndiki günümüzdə insanların ingilis dilinə olan marağı çox böyükdür. Bəli, true. 4-2. Yalnız yerli danışan insanlar Avropa ölkələrinə səyahət edə bilərlər. Yanlış. Çünki Avropaya istənilən insan səyahət edə bilər. False. 4-3. İngilis dili elə bir dildir ki, bütün dünya ölkələrinə qapını açır. İmminli bu cümləni başdan ayağa dinləmənin içərisində deyir. True. 4-4. Maria ingilis dilində filmləri izləməyi xoşlamır. Mətndə isə tam əksini deyir. Xoşluyur deyir. Ona görə də bu false-dur. Cavablar 1B, 2C, 3Y, 4. 4-1A, 4-2B, 4-3A, 4-4B. 5-dən başlayıram izah eləməyə. 5-cidə bir mətn verib və mətnin nə haqqında olduğundan danışmalıyıq. Birbaşa tərcümə edirəm. Əziz Antoni, mən Amerikada anamla, atamla və bacımla bir yerdə yaşayıram. Hal-hazırda Rus bir qız bizim ailəmizlə bir ildir ki, bir yerdə qalır. Biz onun üçün çox xoşbəxtiyik, çünki o çox sevimli qızdır. Biz birlikdə yaxşı vaxt keçiririk və mən ona ingilis dilini yaxşı öyrənməyə kömək edirəm. Özünə müğayət ol, yəni qayğına qal, Samantha. C variantı, Samantha deyir öz dostuna onların yeni gələn qızı haqqında. Newcomer sözünü izah eləyim. New ingilis dilində yeni, come sözü kəlmək. Newcomer isimdir. Yəni yeni gələn bir şəxsdən, bir insandan söhbət gedir. Məsəl üçün kimsə xarici ölkəyə gedirsə, kimsə başqa bir yerə gedirsə, o həmin yer üçün, həmin məkan üçün yeni gələn bir insan sayılır. Həmin sözün də mənası newcomer. 6-ya baxıram. Əziz Kate, mənim ailəm və mən yay evimizdə, sahilə yaxın olan yay evimizdə tətildəyik. Biz hava yaxşı olanda üzürük. Bu üzmək yəni insanların üzmək yox. Yəni dənizdən, qayıqdan üzməkdən söhbət gedir. Sailing sözü, insanın üzmək sözü bildiyimiz kimi swim sözüdür. Və yaxşı vaxt keçiririk. Axşamlar isə biz sahildə gəzirik və ulduzlara baxırıq. Biz burada olduğumuz üçün çox uğurluyuq. Lucky sözü yəni çox şanslıyıq. Və Emma. Emma deyir Kate-ə onun bayramı haqqında, onun tətili haqqında. Holiday sözü həm bayram, həm tətil, həm məzuniyyət gedə bilər. 7. Çox sağ ol e-mailin üçün. Biz indi Almaniyadayıq və biz əla vaxt keçiririk burada. Bu şəhərin və yaxud da ki, hansısa bir məkanın adıdır. Həmin yerdə olmağın ən yaxşı the best part of our visit was deyir, bizim səyahətimizin ən yaxşı hissəsi Viyanada olan həmin bu Sachsenborn place idi. Bu məkanın adıdır. I will write you again. Mən sənə yenidən yazacağam. Nə vaxt ki biz Türkiyəyə gedəcəyik. Çoxlu sevgilərlə John. John deyir Becky'yə onun tətili haqqında. Burada uşaqların bəziləri çaşıb e-maildən olan cavablar seçiblər. E-maildə təşəkkür falan eləmir. E-mail yazır və e-mailində öz tətilindən, öz məzuniyyətindən, öz təhsildə nələr elədiyindən, hara getdiyindən danışır. Çünki hal-hazırda deyir Almaniyadayıq və biz Türkiyəyə gedəndə sənə yenidən yazacağam.
Mətnə baxıram. Bu hissədə şagirdlər mətni oxumalıdırlar, tərcümə eləməlidirlər. Bilmədikləri sözün tərcümələrini lüğət dəftərinə yazıb əzbərləməlidirlər. Bu hissəni mən oxuyub YouTube-da tərcümə eləmirəm. Ona görə ki, mən bu hissəni oxuyub şagirdlərim üçün tərcümə eləsəm, onlara əslində pislik eləmiş olaram. Nə var ki, onda mən Azərbaycan dilində hər şeyi danışım, uşaqlar da onu yazsınlar, düzgün deyil. Şagirdlər sözlərə keçmişik, çox sözü burada demək olar ki, bilmədiyimiz söz yoxdur. Hər hansı bir sözü bilmiriksə, lüğətdən istifadə edərək tərcümə edə bilərlər. Bütün mətni ümumilikdə yox, amma bir dənə sözü tərcümə eləyə bilərlər. İcazə var buna. 8-ciyə baxıram. 1. Bugün tələbələrin həyatında təhsil nömrə 1-dir. Düz. Tələbələr davam edə bilməzlər onların təhsilinə başqa ölkələrdə. Səhv. Təbii ki, başqa ölkədə davam edə bilərik. 3. Bugünün teens sözü, burada olan teenager sözünün qısaldılmasıdır, yeniyetmə deməkdir. Bugünkü yeniyetmələr başqa dillərə marağı yoxdur, səhvdir. Əksinə daha çox maraq var hal-hazırda. 4. Yaxşı təhsilin mənası daha yaxşı həyat və daha şanslı, yəni yaxşı uğur gətirir və daha yaxşı həyata mənasını ifadə edir. Və cavab olur 1, 4, C variantı. Burada deyir mətn nə haqqındadır? Mətn yeniyetmələrin həyatında təhsilin rolu haqqındadır. Yebəndi. 10. Deməli, exchange proqramın üstünlükləri nədir, faydaları nədir? Exchange proqramın nə olduğunu izah edeyim əvvəla. Exchange proqram nədir? Məsələn, mən özüm Amerikada təhsil almağa gedəndə, Amerikada oxuyanda, mənim adım gedirdi exchange student, yəni mübadilə. Yəni, xaricdə gedib oxuyan uşaq, xaricdə təhsil alan uşaq. Exchange sözü Azərbaycan dilinə mübadilə proqramı gedir. Məsələn, bunlara Flex, Erasmus və başqa proqramlara misal gətirmək olar. Exchange proqram, yəni xaricdə təhsil alma proqramları. Və bunun üstünlüyü nədir? Və mətn içində deyir ki, yəni exchange proqram, yəni bu mübadilə proqramları tələbələrə xaricdə təhsil alma şansını verir. B variantı. Going to other countries, başqa ölkələrə getmək. 1. Sən yeni dostlarla görüşə bilərsən, you can meet new friends. Sən yeni dostlarla görüşə bilərsən və sən yerli tələbələrlə bir yerdə təhsil ala bilərsən. Yerli tələbə nə deməkdir? Məsəl üçün, mən Amerikaya gedəndə orada olan Azərbaycanlı uşaqlardan təhsil almırdım. Amerikalıların içində, Amerikalıların məktəblərində Amerikalı insanlarla təhsil alırdım. Native students o deməkdir. Yəni, yerli, məsəl üçün, Afrikalı bir adam gəlir və Azərbaycanda, Azərbaycan məktəbində təhsil alır. Biz native students, biz yerli tələbələr sayılırıq, xaricdən gələnlər isə xarici tələbələr. 12-yə baxıram. Yanlış fikri seçin deyir. Burada cavab 1-4 seçmişəm. Niyə? Bugünün yeniyetmələrinin mübadilə proqramlarına marağı yoxdur, səhvdir. Əksinə daha çox marağı var və mətndə bu haqda danışır. 4-cü, native speakerlər, yəni yerli danışan insanları başa düşə bilərsən, əgər onların dilini bilmirsənsə, təbii ki, səhvdir. Onların dilini bilmirsənsə, necə yerli insanların danışdıqlarını başa düşə bilərsən? Ona görə burada cavab 1, 4 yanlış variantlardır. Deməli, 8C, 9Y, 10B, 11C, 12 cavab oldu. 1, 4. 13-dən davam edirəm. Qardaş sevir yeməyi. Kimin qardaşı? Bizim qardaşımız ola bilər, mənim qardaşım ola bilər, onlar qardaş ola bilməz. Mənim qardaşım ola bilər, onun qardaşı ola bilər. B variantını çıxdıq, qaldı o bir variantlar. İndi deyir ki, o köktür. Biz V-dən iz olmaz. A variantı getdi. Hizdən sonra isim gəlməlidir. Y variantı getdi. It vəbşi orta cinsdir. Getdi. Cavab olur D variantı. Mənim qardaşım yeməyi sevir, o köktür. Yəni qombuldur. D. 14. The children. Uşaqlar kim? Onlar. Zey. Ping pong. Nə? Ping pong stolusu tenis. It. Uşaqlar ping pong oynayırlar. Zey, it. Y variantı. 15. Mənim qardaşım musiqiyə qulaq asır. Qardaş bir nəfərdir. İs. 16. Oynamaq, yumaq, düzəltmək. Oynamaq, soccer, futbol. Yumaq, qabları, diş qablar. Düzəltmək, hazırlamaq, səhər yeməyi. 1B, 2C, 3A. 17. Düzgün variantı seçin. Mən bunu şagirdlərimə keçmişəm. Feillərə sual verərkən do-dan, does-dan istifadə edirik. Cümlə quruluşunda do you enjoy cycling olur. Burada you-nu yazmayıblar. Burada feili axırda yazıblar. Olmaz. Burada do-dan sonra you yoxdur. Burada da do-dan sonra you yoxdur. You axırda gəlməməlidir. Do you enjoy cycling olmalıdır. Düzgün cavab olur A variantı.
18. Jeans. Jeans şalvar deməkdir, yəni cəmdir. Özünün də zaten sısı var. Ona görə cavab olur are. Where are your jeans? Sənin cinsin hardadır? De. 19. Sən nə içirsən? Mən içirəm limonad, konfet, marojna, popcorn, cips. Təbii ki, burada içiləsi bir dənə şey var. Limonad A variantı. 20. O biri testlərdə də izah eləmişdim. Bir cümlədə, bir testdə əgər but varsa, bir tərəf təsdiq, bir tərəf inkar və yaxud da bir tərəf inkar, bir tərəf təsdiq olmalıdır. Çünki but amma ancaq deməkdir. Cavablara baxıram. Kəndən sonra to olmaz. Kəndən sonra to olmaz. Modallardan sonra to olmur. Bu modallar kəndən sonra tuları getdik. Burada hər iki tərəf təsdiqdədir. Burada hər iki tərəf inkardır. Bircə cavab var. Bir tərəf təsdiq, bir tərəf inkar. Mən ipdən hoppana bilirəm, amma mən velosiped sürə bilmirəm. Cavab olur D variantı. 13D, 14E, 15B, 16C, 17A, 18D, 19A, 20D. Davam edirəm. Fillər böyük heyvanlardır. Fillər dediyi üçün are. Are elephants big animals? Y variantı. 22. Daniel İngiltərədəndir. İngilis dili onun yerli dilidir. His. Daniel olan adıdır, onun yerli dili. B. 23. Düzgün variantı seçin. Sənin qələm dostun hardandır? Pen pal sözü qələm dostu. Bu nə deməkdir? Uzaqda yaşayan insanlar bir-birləri ilə məktublaşırlar. Məktublaşma vasitəsilə dost olurlar. Pen pal yəni qələm dostu. Where is your pen pal from? Bu cümləni tutaq uşaqlar qura bilmirlərsə, biz bu cümləni ibtidai sinifdən bilirik. Where are you from? Bu cümləni hamımız bilirik. Sən haradadansan? Gördüyümüz kimi where burada, from burada. You'ya görə burada are yazıb, amma sənin dostundan söhbət etdiyi üçün biz is yazırıq. Where is your pen pal from? 23-də cavab olur D variantı. 24. Isabel Şotlandiyadandır, amma o Amerikada yaşayır. Isabel qız adı olduğu üçün 24A. 25. Antonimləri seçin. Nifrət etmək, sevmək, təhsil almaq, öyrənmək, xoşlamaq, alüdəsi olmaq, aşiqi olmaq, getmək, gəlmək, oturmaq, durmaq. Cavab olur 1, 4, 5. 26. 26-nı bu dəfə mən qısa yazdım. Niyə? Hər dərs uzun-uzun yazıram. Uşaqlar açıb məndən yazırlarmış. Bu mənim xoşuma gəlmədi. Şəkillərə baxıb istənilən cür hekayə uydurub, istənilən cür cümlə qura bilərlər. Məsəl üçün, salam, mənim adım Saradır. Mən bankda işləyirəm. Mən mavi köynək geyinməyə xoşlayıram. Bu isə mənim dostum Azərdir. O da bankda mənimlə bir yerdə işləyir. Biz hər gün işə bir yerdə gedirik. Bəzən mən başa düşmədiyim suallar olur. Suallarımı isə ən yaxın rəfiqəm olan, məsələn, Aydana verirəm. Aydan mənim iş yoldaşımdır. O kompüterlə yaxşı işləməyi bacarır. Bəzən mənim problemlərim olanda o mənə kömək edir. Bu şəkildə istədiyiniz cür mətn qurub eləcə yaza bilərsiniz. Bugünkü izahımız bu qədər, hələlik. Hər kəsə salam. Bugünkü test izahım TQDK-nın 5-ci sinif ingilis dili testindən English Everywhere-nin B variantı olacaq. A variantını izah edib YouTube kanalında bölüşmüşəm. İndi isə B variantının izahına baxaq. Bildiyimiz kimi ilk vərəqdə həmişə dinləmə olur və dinləmənin necə qulaq asmalı olduğunu mən qeyd etmişəm. Hər dərsdə təkrar deyirəm. Dinləməni səhvsiz yazmaq istəyiriksə, əvvəlcə oxuyub tərcümə edirik, sonra isə dinləmək hissəsinə qulaq asırıq. Bu zaman 99% nəticə verir ki, uşaqlar hamısını səhvsiz yazır. Amma dinləməni edib sonra testə baxsaz, bu 100% nəticə verə bilmir. Verə də bilər, amma gərək ingilis diliniz o qədər mükəmməl olsun ki, cavabları tez-tez tapa biləsiniz. Başlayıram birinci testdən. Birinci testdə soruşur ki, where are the girls from? Qızlar haradandır? Cavabda dinləmədə deyir, onlar müxtəlif ölkələrdəndir. Birinci cavab olur A variantı. İkinci testə baxıram. As their pastime activities they. Onların asudə vaxtlarında onlar, yəni nə edirlər? Dinləmədə deyir, listen to music, musiqiyə qulaq asırlar. 4. Do puzzle, puzzle'lar edirlər. Cavab olur Y variantı. Üçüncüdə deyir, mətn nə haqqındadır? Müxtəlif ölkədən olan tələbələr haqqındadır. 3C. 4. Samantha dil problemləri olmur, otaq yoldaşı ilə, yəni öz otaq yoldaşları ilə dil problemləri olmur. True, cavab adı. 4-2, Irina Braziliyadandır, amma o Fransada məktəbdə təhsil alır. False, 4-2B.
4-3. Qızlar müzakirə öyrənirlər. Yəni hansısa bir dildə danışma üzrə biliklər olur. Biliklər əldə edirlər. Məktəbdə olan sosial klublardan birində bu cümləni imeni diləmənin içərisində birə-bir deyir. 4-3-cü cavabı A olur. 4-4. Emilya incəsənət dərsini sevmir, çünki o şəkil çəkə bilmir. Burada isə tam əksini, Emilya incəsənət dərsini sevir və o yaxşı şəkil çəkə bilir. Ona görə də bu olur false. Deməli, 1A, 2E, 3C, 4-1A, 4-2B, 4-3A, 4-4B. 5-ci testə baxıram. Əziz məndir. Mən Almaniyada öz təhsilimə davam edirəm. Mən orta məktəb tələbəsiyəm indi. Mənim sevimli fənnim riyaziyyatdır. Çünki mən problemlər həll eləməyi və nömrələr üzərində işlər görməyi, yəni nömrələrlə oynamağı sevirəm. Mən yeni dostlar əldə etmək, yəni yeni dostlar əldə edirəm. Yeni dostlar əldə etməkdə yaxşıyam. Qayğına qal, Hilda. Deməli, cavab olur B variantı. Hilda deyir, mən deyə onun yeni məktəb həyatı haqqında. 5-ci cavab olur B variantı. 6. Salam dostlar, mənim adım Andriyandır. Mənim 16 yaşım var. Mən Norveçdə Oslodanam. Yəni Norveç ölkəsində Oslo şəhərindənəm. Mən orta məktəb tələbəsiyəm. Mənim sevimli fənlərim informasiya texnologiyaları və tarixdir. Mən boş vaxtlarımda video oyunları dizayn eləməyi xoşlayıram. Yəni biz Azərbaycan dəvətnamənin sonunda yazıları arzularla, hörmətlə Andriyan. Deməli, Andriyan deyir onun dostlarına öz aktiviteləri haqqında, yəni öz fəaliyyətləri haqqında. 7-yə baxıram. Salam Sibel. Mən deməli Austin'də Texas Universitetində tibb təhsili alıram. Mənim həmçinin marağım var dillərə. Müxtəlif ölkədən çoxlu dostlarım var. Biz birlikdə təhsil alırıq və biz birlikdə yaxşı vaxt keçiririk. Mənim dostlarım həmçinin ingiliscə danışa bilirlər. Tezliklə yazacağam. Sənin qələm dostun Adela. Adela deyir Sibelə onun təhsili və dostları haqqında. 5B, 6D, 7A. 8-dən davam edirəm. Biz burada mətni oxuyuruq, tərcümə edirik və suallara cavab veririk. Bu tipli suallar qəbula düşür, universitet qəbullarına düşür, uşaqların 9-cu sinif şəhadətnamə imtahanlarına düşür, 11-ci sinif qəbul imtahanlarına düşür. Ona görə bu tipli testləri çox yaxşı işləməyə bacarmalıyıq. 8-ci testə baxıram. Düzgün bəyanatı seçin. Yəni, mətni oxuyub düzgün variantları seçin. Burada cavab 3-4-dür. Bugünkü gənclər öz təhsillərinə xaricdə davam edə bilərlər. Düzdür. Başqa ölkələrin mədəniyyətlərini öyrənmək vacibdir. Düzdür. 1-2 niyə səhvdir? Bir də deyir ki, dünyanın ətrafındakı bütün insanlar, yəni dünya ətrafında olan bütün insanlar eyni dildə danışırlar. Səhvdir. Təbii ki, bu səhvdir. Heç mətni oxumasaq da bu fikir səhvdir. Dünyadakı bütün insanlar eyni dildə danışa bilməz. İkincidə deyir ki, Çinlilər, yəni Çin xalqı hədiyyə olaraq saat əldə etməyi xoşlayırlar. Bu isə səhv fikirdir. Çünki baxın burada yazılıb. Cannot buy a clock. Xoşlamırlar əksinə. Ona görə 1-2 səhvdir. Doğru cavab 3-4-dür. 9-a deyir mətn nə haqqındadır? Cultural differences, yəni müxtəlif mədəniyyətlər haqqındadır. Mədəni müxtəlifliklər haqqındadır. 10-cuda, what do you need to do before visiting other countries? Başqa ölkələrə səfər etməzdən öncə nə etməyə ehtiyacımız var? To learn about their culture. Onların mədəniyyətlərini öyrənməyə. C variantı. 11. Turkish people, Türk xalqı, Türk insanlar, türklər yəni, give special care to their guests. Öz qonaqlarına çox xüsusi qayğı göstərirlər və ən yaxşı otaqlarını ora gələn qonaq üçün onlara verirlər. Yəni onlara təklif edirlər. Cavab olur 1-4. Mətnin içində eyni şeyi deyir. Baxın bu hissədədir. Cavab olur 1-4. Burada isə yanlışı soruşur. No country has aha. Bu hissəni biz mətni oxumamışda da birinin yanlış olduğunu deyə bilərik. Niyə? Bir də deyir ki, yəni ölkələrin özlərinə aid bayraqları və dilləri olmur. No. 1 səhvdir. 4. Başqa ölkələrə səfər etmək, yəni baş çəkmək çətindir. It's difficult to choose. Başqa ölkələrə səyahət etməyi, yəni səfər etməyi seçmək, seçimi çətin fikirdir. Səhvdir.
Ona görə ki, çətin deyil, asandır. Yəni bunları eləmək olar. Cavab olur 1, 4. 2, 3 niyə səhvin içində deyil? Çünki 2-nin də cavabını mətnin içində deyil, 3-ün də cavabını mətnin içində deyil. Yəni 2, 3 burada doğru cavablardır. Bizdən isə false, yanlışı soruşur. Ona görə cavab olacaq 1, 4. Davam edirəm 13-cü testdən. Düzgün variantı seçin. Sənin bacına kim kömək edir? Söhbət bacıdan gedir. Səndən getmir. Who is helping your sister? Who is helping sister you? Belə bir deyim yoxdur. Biz həmişə deyirik yəli əvəzliyinin aslı formasından sonra isim gəlməlidir. Baxın burada yourdan sonra sister gəlib. Burada amma sisterdən sonra you gəlib, səhvdir. Burada yourdan sonra sister gəlməli idi, səhvdir. Burada yourdan sonra sister gəlib amma izi axır atıb olmaz. Ona görə düzgün cavab olur D. Who is helping your sister? Bacına kim kömək edir? 14. Hates computer games. Aha, biz öyrənmişdik ki, feillər 3-cü şəxsin təkində S şəkilçisi qəbul edir. Mən nifrət edirəm. I hate. Sən nifrət edirsən. You hate. O nifrət edir. She hates. Kişi cinsində he hates. We hate. They hate. Deməli, feillər 3-cü şəxsin təkində S qəbul edir və biz bu s-nı görən kimi fikirləşməliyik ki, bu ya he ola bilər, ya she ola bilər, ya da it ola bilər. Ona görə cavab olur D variantı. 15. Bacı aktiv qızdır. Sən bacı, o bacı, o bacı, onları bacı, yoxsa mənim bacım? Təbii ki, mənim bacım. İsmi görən kimi biz asılı olan yəlik əvəzliyi seçməliyik. Çünki asılı olan yəlik əvəzliyi özünə mütləq isim tələb eləyir. O da cavab E variantı. 16. Mənim qardaşım kitabını çantasının içinə qoyur. Kimin kitabını? Öz kitabını. Hara qoyur? Öz sumkasının içinə. Qardaş, his. Mənim qardaşım qoyur onun kitabını, yəni özünün kitabını hara? Özünün çantasının içinə. Yəni qardaşdan söhbət getdiyi üçün his, A variantı. 17. 17 tipli cümlələr bütün testlərdə var idi. İndiyənə qədər işlədiyimiz və təkrar demişdim. Bir cümlədə but varsa, bir tərəf təsdiq, bir tərəf inkar, bir tərəf inkar, bir tərəf təsdiq olmalıdır. A variantında hər iki tərəf təsdiqdir. Çıxdıq. D variantında to yazıb. Biz demişdik can, tusuz gəlir. B variantı doğru cavabdır. Y variantında hər iki tərəf cannot olub. Səhvdir. Biri təsdiq, biri inkar olmalıydı. Burada da canndən sonra to gətirib səhv. Doğru cavab olur B variantı. Mən ailə şəklimizi çəkə bilirəm. Yəni ailə fotoaparatdan ya da telefondan ailə şəklimizi çəkə bilirəm. Amma mənim bacım bacarmır. 17 oldu bu. 18. We like sack race. Aha, bu tipli bir dənə də video izahımda vermişdim. Təkrar izah edirəm. İngilis dilində bir cümlədə iki feil yanaşı gələrsə, məsələn, mən üzməyə xoşlayıram. I like to swim. İki dənə feil böl-bölə gələrsə, baxın, like, swim. Ya arasında to məstər hissəciyi gəlməlidir. Ya da birinci feil olduğu kimi qalır, ikinci feilə ing davam edici şəklini artırıq. Bu aslında burada davam edici şəkil deyil, ing burada isimləşdiririk. Niyə? Niyəsini izah edeyim. Cümlə yazıram. Mən üzməyə xoşlayıram. I like swim bu deməkdir. Mən xoşlamaq, üzmək. Amma deməliyəm ki, üzməyi xoşlayıram. To magmək deməkdir. İki feilin arasında ya to işlənməlidir. Mən üzməyi xoşlayıram. Ya da ikinci feil isimləşdirməliyik. Feili isimləşdirmək üçünsə dalına ing şəkilçisi artırırıq. Bu olur üzmək. Yəni üzməyi. Məsələn, watch izləmək, watching izləmə isimləşdirilib. Burada da bircə dənə D variantı düz gəlir, 18 olur D. A variantı niyə olmur? A variantında həm to artırıb, həm ing artırıb. Biz amma dedik ya to olmalıdır, ya ing olmalıdır. Ona görə A variantı səhvdir. B variantında feildən sonra birbaşa feil gətirib olmaz, getdi. Y variantında we like is watching belə bir şey ümumiyyətlə mümkün deyil. Biz xoşlayırıq is watching davam edici zamandır. Bu mümkün deyil. Are watching da eyni şey. Davam edici zamanda mümkün deyil. Burada davam edici zamanını danışmır. Ümumiyyətlə danışır ki, biz yarış izləməyi xoşlayırıq. Ona görə olur cavab D variantı. 19. Listening to, dinləmək, nə? Musiqi. Oynamaq, nə? Top. İşləmək, harada? Kompüterdə. 1B, 2C, 3A. 20.
Düzgün variantı seçin. Sən ingiliscə danışa bilirsən. Sual cümlələrini səhvsiz qurmaq istəyiriksə, əvvəlcə təsdiq cümlələrini quraq, daha sonra suala çevirək. Sən bacarırsan danışmağı ingilis dilində. Sual verərkən can qabağa keçir. Can you speak English? Sən ingiliscə danışa bilirsən? Olur cavab B variantı. Davam edirəm 21-ci testdən. Vardır nəsə stolun üstündə. Ardısa pen ola bilməz. Çünki pen təkdədir. Flags bayraqlar ola bilər. Rulers xətkeşlər ola bilər. Books kitablar ola bilər. Eraser pozan təkdədir ola bilməz. Deməli cavab 2, 3, 5. 22. Mənim qələm dostlarım ingiliscə kitablar oxuya bilirlər. Kim onlar? Düzgün cavab olur. A variantı 22 olur. A. 23. Meyvələr və tərəvəzlər vitaminlərlə zəngindir. Rich sözü varlı, zəngin. Vitaminlərlə zəngindir. Nə? Meyvə və tərəvəzlər cəm olduğu üçün ar. 24. O bağçada işləyir. İz olduğu üçün V olmaz, Z olmaz, U olmaz. Hör isə onun deməkdir. Onun işləyir bağçada. Hiyamal kişi cinsində o. O bağçada işləyir. Ona görə 24 oldu. 25 antonimləri seçin. High, hündür, tall, hündür. Winter, qış, summer, yay. Biri budur. Abroad, xaric, home, ev. Bəli. Hot, isti, warmlıq. Yox. Dark, qaranlıq. Light isə işıqlılıq. Deməli cavab olacaq 2, 3, 5. Bu hissədə isə biz 35 sözdən ibarət bir mətn qurmalıyıq. Dediyim kimi, mətn tamamilə öz yaradıcılıq qabiliyyətinizə qalıb, ürəyiniz nə şəkildə istəyir, sizə necə xoşdursa o şəkildə qura bilərsiniz. Əsas odur ki, səhvsiz quraq. Gəlin baxaq mən nə yazmışam. They are Mike, Diana and Anna. Özüm mən adam adı yazmışam. Onlar Mike, Diana və Annadır. Siz bura Azərbaycan adları qoya bilərsiniz. Onlar Məhəmməd, Yusif və Damladır, məsəl üçün. They learn English together. Onlar birlikdə ingilis dili öyrənirlər. They go to special tutor to learn English. Onlar xüsusi hazırlığa gedirlər ingilis dili öyrənmək üçün. English is their favorite class to learn. İngilis dili onların öyrənmək üçün olan sevimli dərsidir. It is a global language. O, global bir dildir, yəni ingilis dili. Siz bunu başqa cürdə qura bilərsiniz. Yaza bilərsiniz ki, vardır 3 adam sinifdə. Onlardan ikisi qız, biri oğlandır. Nə bilim, birinin qırmızı koftası var, birinin mavi jaketi var, birinin sarı sviteri var. Onlar, məsəl üçün deyirəm, atıram psixoloqa gedirlər. Onlar birlikdə nəsə müzakirə edirlər. Bu şəkildə ürəyiniz necə istəyir, yəni mətn qura bilərsiniz. Mənim yazdığımı yazmaq məcburiyyətində deyilsiniz. Amma mətn qura bilmirsinizsə, mənim yazdığımı da yazmağınız okeydir. Əsas odur ki, öz yaradıcılığınız olsun, özünüz bunları qurub yaza biləsiniz. Bugünkü dərs izahımız bu qədər. English Everywhere-nin B variantının test izahını verdim. Suallarınız olsa verməkdən çəkinməyin. Bugünkü test izahımız bu qədər. Sağ olun, hələlik.